Salam bir daha dostlar. Yeniden bu saytı paylaşıram. Tron qazanmaqda. Yəni özünüz ki, mən birinci nəsildən bunları paylaşmışam ən çox. Yəni də bunu paylaşıram. Yəni bura yatırım da eləmək olur, yatırımsız da qazanc əldə eləmək olur. Qeydiyyat linki də yorum hissəsində bir açıqlama bölümündə var. Qeydiyyat çox rahatdır. Yəni Gmail keçdiniz qeydiyyatdan mütləq Gmail təsdiq elətdirin ki, sizə orada həm bonus verir, həm də ki, Sabina pul çıxaranda orada link gələcək. Linkin üzərinə vurursunuz ki, həmin an pul köçsün balansınıza. Pulu da ki Binance proqramında və yaxud da Bybitdə kriptovalyutadan istədiyiniz kriptovalyutaya çıxarış edə bilərsiniz. Çox rahat və sadədir. Yəni burada qayda var nədir? Bunu sizə biraz ətraflı izah edeyim, zəhmət olmasa sona qədər baxın ki, yəni ətraflı bilin də nədir. Qeydiyyatdan keçdiniz, hər şey hazırdır, tamamladınız. Sonra gəlirsiniz baxın aşağı. Gəldiniz. Və burada sizdə birinci bunu verəcək. Hər saatına bu qədər tron verəcək. Məndə keçmişəm bu səviyyəyə, bunu verir. İndi bu səviyyə keçməkdən ötürü mənim burada bax faizim var. İndi bir də yerinə verin görüm faiz göstərəcəkmi? O da faiz var, görüm faiz göstərsə sizə izah edəcəm. Hə, 41.13 faizəm. Mən buranı 100% eləməliyəm ki, keçin baxın bura. 1 saatına bunu verəcək. Sonra yəni gəlin dəfədə, yəni 100% olandan sonra keçirsiniz bura. Siz inanın ki, bundan, buna bir də bu. Bunlardan birinə gəlib çatsanız süperdir. Elə ən axırıncı buna var, düz biraz çətindir. Buna gəlib çatsanız, yəni 24 saata 24 tron əlavə, bir 30 tron yaxın pul eləyir. Bu da eləyir ki, bu da harcı eləyəcək, belə deyim də, 15 manatdan çox eləyir harca pulu. Yəni günə ikisi götürəcəksiniz bir 18 manat, 20 manat pul, dost əvvəlsad elə çox pul götürə bilərsiniz. Deməli sonra gələndən sonra iddia sözü var burada. İddiaya baxın. Burada deməli nə edirsiniz? Gəldiniz, buranı vurdu ki, mən robot deyiləm. İddia sözünə vurursunuz. Baxın, yuxarıda tron artacaq. Gördünüz, orada tron artdı. Ora hazırdır. Ora hazırdır. Sonra gəlirik bura. Deməli, buradan da filiallar sözünə gəlirik. Filiallar sözünə gəlirik. Sonra gəlirik aşağı. Filiallar nə deməkdir? Dost dəvəti. Dost dəvəti linkinizi baxın buradadır. Bunu kopyalayırsınız və s. İndi mən dostlarımın gələn tronlar var. Onu da onları götürürəm. Bax, bu dost dəvətinə gələn tronlardır. İndi bunun üzərinə vurub işarə eləyib götürəcəm bunu. Üzərindən vurdum və salam hazırdır. Gördüyünüz kimi keçdi qeydiyyatda. Qeydiyyat nədir? Yəni tronlar gəldi. İndi baxın yuxarıda artacaq bura. Gördüyünüz kimi artdı. İndi çoxunuz da necə eləyə bilərsiniz? Depozit eləmək olur bura. Depozit yəni pul ataraq. Pul ataraq səviyyəni daha tez keçə bilərsiniz. Mən istəsəm bura belə deyim də, bir 30 manat deməyim. Bir 15 tron atım bura, oynayım. Oyun oynayım, göz bu səviyyəni keçdim. Artır, keçirəm bu səviyyəni. Bax, belə gəlirsiniz üzərinə, sonra depozit yerinə gəlirsiniz. Ondan sonra burada ünvan var, bunu kopyalayırsınız. Gedirsiniz Bybitdir, Binance'dır, digər kriptovalyutalardır, oradan pulunuzu göndərirsiniz ana şəkildə bura. Onu göndərəndən sonra gəlirsiniz bu 3 xəttə. Burada gələndən sonra 3 xəttə gəlirsiniz, burada baxın, deməli oyunlar var, oyunlar. Onun üzərindən vurursunuz, ən yaxşı oyun budur. Bunun üzərindən belə vurursunuz. Amma Astrondan yəni oynamaq sərf eləmir. Mən indi oynamayacağım oyunu. Çünki Astrondan oynamaq sərf eləmir. Burada ən azı 1 ya 2-3 tron onda yaxşı. Keçən mən 1 tronla oynadım. 17 tron elədim. Başqa bir proqram var. Ora atdım. 20 tron eləyib çıxartdım. 11 manat pul elədi. 10 çıxarışım verdim. Yəni 1-10 dəqiqənin içində. Bax, gəlirsiniz necə? Bunu ən ortaya çəkirsiniz. Ondan sonra gəlirsiniz burada artan yerini silib. Deməli, buranı eləyirsiniz. 56. Mən 56 ilə oynayıram. Buranı məsələn belə eləyəndə çarpan verir. Mən çox vaxt 4 eləyirəm çarpanı. 3 biraz daha yaxşıdır, 4 risklidir. 4 eləyirsiniz belə. Ya 4 ya 3 fərq yoxdur. Lap çəkək biraz çəkək belə, lap elə 2.87 oldu. Yəni bunu startı vurandan sonra baxın görürsüz gedir gəlir. Baxın. Gedir, yuxarıdakı rəqəmlər azalır, artır. Yaşla gələndə vurması qırmızıda yığır, qəfildən yaşla vurur 12.87 çarpanı. Onu görə mən 4 oynayıram ki, 4 yaxşı ki, biraz 4-dən tez olur. Buraya biz gec oynayıb, bax, beləsini yığıb sıfırlana bilir. Yəni, herhalde təxmini gedişatı bildiniz necədir. Çıxarış da çox rahatdır. Gəldiniz bura, bura gəlirsiniz 3 xəttə. Gəldiniz, burada yazılıb ki, bu çıxarış deməkdir. İndi bunu ben sizə göstərim. Təzdirmə olsun, göstərəcəm. Neyse, bunun üzərindən vurursa oxşarısan biləcəksiniz. Gəldiniz, burada Tron şəbəkəsini seçirsiniz. Belə olanda yenileme edirsiniz. Tron şəbəkəsini seçirsiniz. Tron, sonra maksimum belə vurursunuz. Yəni, pul çıxarışın. Faiz bunu tutur.
Məsələn, baxın mən də bunu çıxarmışam axırıncı dəfə 17 turon, 5 turon da bir çıxarmışdım. Mən çox hələ vaxtım olmur bura girməyə. İnanın ki, vaxtım olsa qəşəng burada səviyyəni də qaldırmaq olar. Qəşəng pul da götürmək olar. Kiminsə nəsə başqa sözü sual olsa yaza bilər. Deməli, proqram göstərmişsə 2024-cü ildən bəri işləyir bu proqram. Baxın, 2024-dən də bəri işləyir. Kim istəsə rahat şəkildə keçib qeyddən istifadə edə bilər. Qeyd linkində paylaşacağım. Keçin qeyddən istifadə edin.